müəllimlər, bu gün də bizim müsahibə üzrə dərsimizə başlayırıq. Müsahibə dərslərimizdə bu gün təqdimat etmə olacaq, bir də əlavə sual, cavab olunacaq. Gəlin başlayaq ilk olaraq təqdimat. Mənim səsim gəlir. Gəlir. Pərvanə müəllim, gəlin elə sizdən başlayaq. Buyurun Pərvanə müəllimə. müəllimə, şəhid müəllimlərdən kimləri tanıyırsınız? Şəhid müəllimlərdən Vüqar Vəliyev, Qoşqar Ömərov, Famil Əhmədzadə, Elvin İmaməliyev, bunları yadda saxlamışam müəllimə. Bəli, dedikləriniz şəhid müəllimlərin adları idi. Hər bir müəllim yoldaşımız, deməli, şəhid müəllimlərdən tanısın. Bu, yəni vacib məlumatlardan xəbəriniz olsun. Müəlliməm, siz qeyd edin görüm. Müəllimin dərs zamanı edəcəyi səhvlər nə ola bilər? Baxın görün, buna baxmısınız. Bəli, baxmışam. Deməli, müəllimin dərs vaxtı etdiyi səhvlər bu ola bilər. Birinci, deməli, təlim nəticəsini lövhədə yazmamaq. Lövhədə deməyək, uşaqlara elan etməməsi. Bəli, uşaqlara elan etməməsi. Dərsin əvvəlində təlim nəticənin şagirdlərə elan etməməsi. Sonra ikinci, təlim nəticənin 3-dən çox olması. Yəni bir dərs üçün, bir dərs üçün 3-dən çox təlim nəticənin olması, yəni o dərs müddətində onu reallaşdırmaq çətin olur. Ay, sağ olun. Sonra verilən, yəni müəllimin dərs üçün hazırladığı sualların, tapşırıqların deməli təlim nəticəyə uyğun olmaması, uşaqların yaş səviyyəsinə uyğun olmaması bu tapşırıqdan. Doğrudur. Doğrudur. Sonra dərslərin necə təşkil etməməsi. Yəni yeni üsullardan, interaktiv metodlardan istifadə etməməsi, sonra şagird yönümlü deyil, müəllim yönümlü olması. Şagird yönümlü prinsipinin pozulması. Məlumatın, yəni dərsin, belə deyək də, yeni mövzunu müəllim hazır şəkildə verir, şagird onu informasiya kimi, yəni qəbul edir. Yəni ənənəvi üsulla deyil, müasir üsulla, kurikulumla yəni keçməsi əsas götürülür. Bütün bunlar yəni müəllimin dərsdə edə biləcəyi səhvlər ola bilər. Ay, sağ olun. Yəni müəllimin edəcəyi səhvləri qiymətləndirmə meyarlarının, təlim nəticələrinin, dərsin əvvəlində şagirdlərə elan etməməsi, bir dərs üçün 3 dənədən artıq alt standart və 3-dən artıq təlim nəticəsinin seçməsi, bu da yanlış olur. Bəli. Veriləcək sual və tapşırıqların qiymətləndirilməməsi, yəni bu da bir səhv götürülür. Qiymətləndirmə meyarlarının, bəli, elan edilməməsi. Elan etməməsi, bəli. Bir də bu da eyni zamanda şagirdləri ruhdan salır ki, onların nailiyyətlərinə qiymət verilmədi, yəni qiymətləndirilmədi. Dəyərləndirilməməsi. Sonra sual və tapşırıqların həm şagirdlərin səviyyələrinə, yaş keyfiyyətlərinə, bir də sual və tapşırıqların məqsədə uyğun olmaması. Bax, bunlar da yanlış məqamlardır, bəli. Yadınızdan çıxartmayın yanlış məqamları. Dərsinin, belə deyək də, tədrisin şagird yönümlülük prinsipinə uyğun təşkil edilməməsi, şagirdin marağı, istəyi nəzərə alınmaması, bu da yəni müəllimin edəcəyi səhvə aiddir. Yəni biz dərs zamanı bunlara nəzərə almalıyıq. İnteraktiv təlim üsullarından istifadə etməliyik. Bir də müəllimin yəni sinifi effektiv idarə etməməsi, bu da müəllimin səhvi kimi götürmək olar. Bəli, gözlənti qayda prosedurların hətta olmaması. Gözlənti qayda. Məsəl üçün, uşaq əgər sinifə dərs müddətində 5-10 dəqiqə gecikirsə, müəllim dərsi pozub, yəni dərsin vaxtından alıb uşağı sorğu-sual etmək, bu olmaz. Çünki 45 dəqiqə müddətində hər dərsə gecikənlə 5-10 dəqiqə sorğu-sual etsə, əgər bu da dərsin vaxtından gedir. Yəni təlim nəticənin mövzunu uşaqlara çatdıra bilmir. Çatdırmaq lazımdır 45 dəqiqədə. Müəllimə, bu link nədir? Bunu bildiniz, yaxşıdır. Bu link nədir?
Bullying deməli güclünün zəif üzərində fiziki belə Və deyək də güc psixi. tətbiq etməsidir. Fiziki və psixi. Özdə Psixi, bəli, davamlı şəkildə bəli. bunu yadınızdan çıxartmayın. Bir var ki, Fizikinin bax müəllimlər, bax buranı izah eləyim. Bir var ki, bir uşaq digər uşaqla dalaşdı. Bu dalaşmanı o saat biz bullying hesab edə bilmərik. Çünki bir dəfə dalaşdı. Bir dəfə dalaşması və ya iki dəfə dalaşması bəli, bullying deyil. Bullying olması üçün davamlı şəkildə, davamlı. yəni Yəni mütəmadi uşağı olaraq narahat eyni etmək, şagirdə həm bəli, mütəmadi olaraq eyni şagirdə həm fiziki, həm də psixi cəhətdən o güclünün zəifə etdiyi əzab vermədir. Yəni güclü şəxsin zəif şəxsə davamlı şəkildə həm fiziki, həm də psixoloji olaraq verdiyi əzab vermədir. bəli. Bullyingin Bunlar mənası özləri də nədir müəllimə müəllimə? Bullyingin mənası bullying özüdəki bullyingin də növləri var. Fiziki, qeyri-fiziki belə deyək. Aha, Bu fiziki təmasla olur. Yəni ki, qol gücünə belə deyək, təmasla ona şiddət göstərməklə, aha. amma qeyri-fiziki isə yəni jestlərlə müxtəlif və Ay sağ ol. yaxud yazı ilə nəsə bir belə deyək də zapis nədir? Yəni Audio qeyri-fizikdə şəkildə təmas olur. yoxdur. Qeyri-fizikdə Təmas təmas yoxdur. yoxdur. Bəli. Bu mimiki jestlərlə də ola bilər, üz Jest, qol, ifadələri ilə. Yəni bəli. belə Lori dildə desək lağ etməkdə, yəni Aha, bunu aha. sinif içində, qrupdan bu uşağı çıxarmaq mənasında O sosial. qeyri-fiziki Məsəl üçün sosial bullying var. Bir qrup elə bir qrupdan bir uşağı kənarlaşdırmaq üçün daimi olaraq o sinifin, o qrupun daxilində onu alçaldır. Onu onların alçaldır. yanında bəli, Bir də alçaldılması müəllimə, bu bullyingə səbəb deməli uşaqlar arasında dərsin qavrama səviyyəsinə görə, sonra yaşadığı mühitə, etnik, milli belə deyək də, Aha. mənsubiyyət seçkiçiliyə Hətta görə, geyimə görə geyimlə, də. Mhm. bəli, ailə tərkibinə görə, məsəl üçün burada belə deyək də, tam ailə, qeyri-tam ailə, uşaqlar onu öyrənir və bir-birinə fiziki zorakılıq belə deyək də, güc göstərməklə bullyingə məruz qoyurlar həmən Aha. zəif uşağı Müəllimə. və beləliklə Hə? öz yaşıdları içərisində onu alçatmaqla, ona həm psixoloji, həm də fiziki belə deyək, zorakılıq göstərməklə uşağı kənarlaşdırmaq istəyirlər. Eyni zamanda bunlar belə deyək, müasir dövrdə bu indi axırıncı məqsədli bir də məqsədsiz olur. Bir də Bəli, vasitəli, vasitəsiz olur. bəli. Vasitəli olur, o deməkdir ki, birbaşa özü bullying, yəni təsir göstərir, istər fiziki, istər qeyri-fiziki, amma vasitəli kiminsə Vasitəlidə vasitəsi ilə, kiminsə bəli, vasitəsilə və kiminlə, üçüncü yəni şəxs burada olur. üçüncü şəxs olur, Aha. bəli, üçüncü şəxs olur, amma vasitəsiz isə birbaşa Birbaşa özü özü təsir eləyir, bəli. göstərir. İstər fiziki, istər qeyri-fiziki, audio nə deyirlər belə, Audio o öyrənmə məqsədli, tərzidir. Sonra bəli. xüsusi növü olan kiberbullying də var. Kiber bu yəqin ki, müəllimə bu müasir dövrdə bu onlayn təsir də Hə. göstərilə bilər də. Aha. Kiber telefonla belə deyək, İnternet sosial vasitəsilə, media bəli, vasitəsilə, media sosial vasitəsilə, şəbəkələrlə, sosial bəli, sosial şəbəkələr media vasitəsilə Aha, edilən şantajları aid etmək olar. Müəllimə, kiber, bəli. bir də yadınızda saxlayın, bullying qısnama deməkdir. Bax, Hə, bullying qısnama, qısnama da mənası deməkdir. qısnama. Bəli, mənası qısnama da deməkdir. Yaxşı müəllimə, bir sual da verim sizə. Müəllimə, Buyurun. siz deyin görüm, valideyni məktəbə cəlb etməsinə mane olan səbəblər hansılardır? Deməli, valideynin məktəbə cəlb olunmasının birinci səbəbi, əgər daha çox müəllimə zəif uşağın valideynləri məktəbə, iclaslara gəlməyə belə deyək də, elə bil çəkinirlər. Nəyə görə? Ümumi iclasın, valideyn iclasının ümumi iclasın keçirilməsi. Onlar çəkinir ki, öz uşaqlarının mənfilərini belə deyək, ümumi valideynlər içərisində dedikdə onlar əsəbi yəni belə deyim də, narahat olurlar, mənfiyə yüklənirlər və evə gələndə həmən o əsəbi hissi uşağın üstünə tökürlər və bir daha növbəti valideyn iclasına getməkdən çəkinirlər. İkinci, valideynlərin vaxtın olmaması, yəni səhərdən axşama kimi belə deyək, işləyən valideynlərin müasir dövrdə icazə də belə, indiki dövrdə daha çoxdur işə tələb, 1 saat müddətində, yəni nahar müddətində valideyn iclasları adətən salınmır və bunlar
onlara gedib çata bilmir. Üçüncü də müəllimin, yəni sinif rəhbəri də olsa, fən müəllimi də olsa, valideynlərlə əlaqənin olmaması, yəni onları məktəbə cəlb edə bilmir və müəllim də, daha doğrusu valideyn də məktəbdən qaçır. Deməli, bu əsas 3 səbəbi mən Əsas bilirəm səbəb ki, var. İndi mən yəni, onları təkrar deyim, siz də qeyd elədiniz. Deməli, valideynin məktəbə cəlb olmasına mane olan 3 əsas səbəblərdən birincisi müəllimə qeyd etdi. Valideyn iclaslarının ümumi şəkildə təşkillidir. Yəni bu nə deməkdir? Konfidensiallıq prinsipinin yəni qorunmamasıdır. Bəli, gizliliyin pozulması. gizliliyin qorunmamasıdır. Bu zaman nə Aha. baş verir? Yəni şagirdə aid məlumatların hamının yanında qeyd olunması həmin şagirdin valideyni növbəti iclaslarda iştirak etməyəcək. Biri bu. İkincisi müəllimə düz deyir, valideynin iş saatının çox olması. Əgər valideynin iş saatı çoxdursa, həmin valideyn, yəni müəyyən təyin olunmuş iclasda iştirakına səbəb olan amillərdən biridir. Yəni belə deyək də, valideyn iclasında iştirak edə bilmir. İkinci səbəb budur. Üçüncü səbəb isə valideynin məktəbə cəlb olunmasında, yəni bu valideynin müəllim münasibəti zamanı müəllimin bu işə, yəni valideynin məktəbə cəlb olunma işinə laqeyd yanaşmasıdır. Laqeyd yanaşmaq da, yəni valideynin məktəbə cəlb olmasına mane olan səbəblərdən biridir. Bax, bu 3 əsas səbəbi yadınızdan çıxartmayın. Olduğu müəllimlər, olduğu Pərvanə müəllimə. Pərvanə müəllimə, həm video izahlara, həm PDF-ə, hər bir şeyə baxmısınızmı? Bəli, baxmışam. Ay, sağ olun. Sizi sorğu-sual elədim. Çox sağ olun müəllimə. Bu cür də Siz sağ davam olun edin. müəllimə. Aha, Təşəkkürlər, sağ olun. Təşəkkürlər, sağ olun müəllimə. Sonra Sevda müəllimə, siz təqdimat etmək istəyirdiniz, Sevda müəllimə. Sevda müəllimə, eşidirsiniz məni? Səsi açın. Axşamınız xeyir. Axşamınız xeyir. Təqdimat etmək istəyirdiniz müəllimə? Yox müəllim, dedim ki, bu dəfə mənim təqdimatım qalsın. Elə. PDF-lərə baxmısınız, video izaha baxmısınız, sual-cavab eləyək, yoxsa dinləyici kimisiniz bugün? Baxmışam PDF-ə, indi suallar verin Onda görüm sual-cavab biləcəm. eləyək. Qoy baxmısınızsa sual-cavab Bəli. eləyək mütləq. Müəllimə, siz mənə deyin görüm, sinifin effektiv idarə etməsində sizə müəllim olaraq nələr lazımdır? Yəni siz sinifi effektiv idarə edirsinizmi və bu sinifin effektiv idarə olunması üçün müəllimin əsas məqamları, əsas lazım olan hissələri nələrdir? Nələr daxildir, yəni? Sinifin effektiv idarə edilməsində məncə gözlənti, qayda, prosedur vacibdir bunlar. Vacibdir. Yəni Bəli, varmı sizdə prosedurlar. bunlar? Siz də sinifin Gözlənti effektiv idarə olunmasında onlardan istifadə edirsinizmi müəllimə? Bəli, gözlənti Hı. dərs ilinin əvvəlində şagirdin nəzərinə çatdırılır. Aha. Prosedur isə ardıcıllıqdır. Bu əsasən dərsə gecikən şagirdlər, iş vərəqlərini ötürmə zamanı nəzərə alınır. Aha. Ona müəllimə sual veriləndə Bəli. qoyulan qaydalardır. Sinifi tərk edən zaman, dəhlizdə Bəli, hərəkət zamanı, təhlükəli an baş verdikdə, summativ yazanda, müəllim dərsi izah edəndə, bəli. müəllimə sual verəndə, dərsə gecikəndə, görün nə qədər məqamlara aid deməli, diqqətinin müəllimə yönəlməsi zamanı nə qədər prosedurlar var. Xeyli prosedurlar var ki, bunları biz şagirdlərə həm izah etməliyik, həm öyrətməliyik, həm məşq etməliyik ki, şagirdlər də o prosedurlar zamanı hansı ardıcıllıqla yerinə yetirəcəyini biləndən sonra sinifin nizam-intizamlı şəkildə, effektiv şəkildə idarə olunmasını təmin etmiş oluruq. Bəli. İndi müəllimə, deməli, proseduru dediniz. Bəs qayda nədir? Qayda gözlənti prosedura nisbətən daha sərt bir tədbirdir. Yəni burada şagird artıq bilir ki, artıq bu qaydalara əməl eləməsə ona cəza gözləyir. Və bu şagirdlərlə, yəni şagirdin məsuliyyətini artırmaq üçün şagirdlərlə birgə yaradılır bu qaydalar. Yəni bu qaydalara əməl olunmadıqda onların nə cəza gözləyir?
Aha. Yaxşı, qayda deyəndə prosedur yox, qayda yadınızda saxlayın. Gözləntilərin daha sərt formasıdır. Qayda Bəli. gözləntilərin daha sərt formasıdır. İlk öncə hər hansı bir məsəl üçün nizam-intizam qaydası pozulduğu zaman müəllim ilk olaraq şagirdə ötürdüyü məqam gözləntidir. Yəni şagirdin davranışı, fəaliyyəti ilə bağlı ötürən mesaj adlanır gözlənti. Yadınızdan çıxartmayın. İlk müəllim olaraq Bəli, bəli. gözlənti qoyur şagirdə. Əgər şagird həmin gözləntiyə reaksiya vermədikdə, həmin gözləntiyə əməl etmədikdə, heç bir nəticə almadıqda müəllim keçir ikinci addıma, gözləntinin Qaydaya. bəli, sərt forması olan qaydaya keçir. Qaydalarda yadınızda saxlayın. Tədris ilinin əvvəlində şagirdlərlə birgə hazırlanır. Çünki bunun hazırlanmaqda məqsəd nədir? Şagirdlərlə birgə tədris ili ərzində həmin qaydalara şagirdlər daha məsuliyyətlə yanaşaraq daha yaxşı əməl edəcəklər. Ona görə şagirdlərlə birgə tədris ilinin əvvəlində hazırlanır və o hazırlanmış qaydalar sinifin görünən hissəsində şagirdlərin gözü qabağında asılır sinifdən. Və əgər hər hansı bir problem baş verdikdə müəllim hər dərsində və ya bir dərsdən bir o qaydaları nə edir? Şagirdlərin yadına salır. Qaydalar da 3-5 arasında olur. Çox olduqda sinifi çərçivəyə salınmış hesab olunur və çox olduqda, çoxlu qayda tərtib olduqda onların hamısı şagirdlərin yadında da qalmır. Ona görə 3-5 arası olur. Özdə təsdiq cümlələrlə ifadə olunur, inkar olunur. Məsəl üçün, bax tutalım bir nümunə deyək. Dəhlizdə qaçmaq olmaz. Yəni bu inkar cümləsidir. Biz dəhlizdə yeriyirik. Dəhlizdə qaçmaq olmaz, qayda deyil. Bu şəkildə qayda qoyulmur. Qayda qoyulan zaman təsdiq cümlədən istifadə edirik. Biz dəhlizdə yeriyirik. Görürsüz? Deməli, qaydalar zamanı bu şəkildə olur. Prosedurda dediniz ardıcıllıqlardır. Prosedurların bayaq biz izah etdik. Hər məqamı var, öz məqama görə. Biz o uşaqlara, şagirdlərə öyrətdikdə, məsəl üçün, sinifin tərk etməsi proseduru var. Bunu biz şagirdlərə öyrədəndən sonra şagirdlər sinifin tərk etməsi proseduru zamanı kitab dəftərlərini çantasına qoyacaq, öz parta və ətraflarını təmizləyəcək, baxacaq, nizam-intizama baxacaq, belə deyim də, səliqəsinə baxacaq, oturduğu, belə deyək, stolu parta arxasına düzgün yerləşdirəcək və sinifdə sakitcəsinə nə edəcək? Sinifi tərk edəcək. Yəni, və yaxud da dərsə gecikmə proseduru var. Dərsə gecikmə proseduru zamanı artıq şagirdə biz onu öyrətmişiksə, dərsə gecikən şagird nə edəcək? Artıq sinifə daxil olacaq, çantasını parta arxasına əyləşəcək, çantasından kitab dəftərini çıxardacaq və dərsə qoşulduğu yerdən, belə deyim, hardan qoşulubsa, oradan başlayacaq, dərsə qoşulacaq. Yəni, davam edəcək dərslə. Hamı ilə birgə, belə deyim, dərsə qoşulacaq. Artıq bu bir prosedurdur. Bu ardıcılığı şagirdə öyrətdikdən sonra nə baş verir? Müəllim üçün bir, belə deyək də, rahatçılıq olur. Necə rahatçılıq olur? Çünki dərs pozulmur. Bəli, dərs pozulmur, əlavə söhbətlər edilmir, əlavə danışıqlar olunmur və şagird nə edir? Dərsinə davam edir, amma bəs müəllim nə zaman bu şagirdlə söhbət edir? Dərsdən sonra. Dərsdən sonra, bəli, mütləq gecikən şagirddən soruşulmalıdır. Səbəbi niyə? Nə səbəbdən dərsə gecikib? Niyə dərsə gecikib? Və hətta təkrar bu baş verirsə, valideyndən müraciət olunmalıdır, zəng olunmalıdır, valideynlə əlaqə saxlanılmalıdır, səbəbini öyrənmək lazımdır, valideynə məlumat vermək lazımdır. Bunlar sonraki addımlardır. Amma indiki dövrdə, indiki dövr deyəndə indiki təlimdə, belə deyək də, müasir təlimdə biz artıq, belə deyək, qapının ağzında şagirdlə söhbət eləyib, vaxtımızı ona sərf etmirik. Amma dərsdən sonra mütləq nə edirik? Fərdi şəkildə yenə də həmin şagirddən soruşuruq, araşdırırıq, səbəbini öyrənirik ki, niyə dərsə gecikib? Valideynlə də əlaqə saxlayırıq. Bəli, bu, yəni, həm sinifin effektiv idarə olunması, nizam-intizam qaydada sinifin effektiv şəkildə idarə olunmasına müəllimə bir növ nə edir? Kömək edir. Nələr kömək edilir? Deməli, gözlənti, qayda və prosedurlar. Bu, hər bir müəllimdə olmalıdır. Çünki səriştəli müəllim bu qayda, prosedur, gözləntilərdən istifadə edərək nə edir? Sinifi effektiv şəkildə idarə edəcək. Sevdə müəllimə, bu sualı verdik sizə. Sevdə müəllimə, siz qeyd edin görüm, hansı müəllim yanaşmaları var?
Hansı müəllim yanaşmaları? Bəli. Reaktiv, bir də var, proaktiv müəllim. Ay, sağ ol. Reaktiv, yəni heç bir planı yoxdur. Məsəl üçün, qışqırmaqla, yəni uşaqları sakitləşdirir. Proaktiv müəllimin isə əvvəlcədən planları var da. Məsəl üçün, o səsə, küyə qarşı necə reaksiya verəcəyi barədə özünün planları var. Aha. Deməli, reaktiv müəllim qaydası, proseduru, gözləntiləri olmayan bir müəllimdir. Sinifdə məsəl üçün Bəli. idarə olunması zamanı və yaxud da sinifdə bir qayda pozuntusu zamanı sinifi necə ələ alır? Başlayır qışqırmağa, bağırmağa, partanın üzərini vurmağa, səs salan uşağın üzərinə qışqırmağa, bu şəkildə sinifi sakitləşdirir. Amma proaktiv müəllimdə bunun özünün əvvəlcədən, yəni bayaq biz qeyd etdiyimiz kimi qayda, prosedur, gözləntiləri var. Sinifi effektiv şəkildə idarə edir və hər hansı bir qayda pozuntusu zamanı onlardan istifadə edir. Həmin qaydanı, həmin problemi nə edir? Aradan qaldırır. Siz sinifdə hansı müəllim yanaşmada olursunuz Sevda müəllimə? Proaktiv müəllim olmağa Proaktiv. çalışıram, amma bəzən Yox, bəzən də olur ki. Belə deməliyik, proaktiv müəllim yanaşmasında oluram. Bəs müəllim üslubu olaraq hansı üslubda olursunuz sinifdə? Demokratik. Demokratik müəllim üslubu. İndi izah eləyə bilərsinizmi? Demokratik müəllim üslubu nədir? Demokratik üslub odur ki, yəni sinifdə şagird özünü rahat hiss eləyir. Yəni şagird mərkəzli olur, müəllimə sualı rahat verir. Amma müəllim mərkəzlidə isə dərsdə dərs ancaq müəllim də onun əmrləri ilə olur. Yəni bəli, şagird ancaq obyekt kimi görünür də burada. Amma demokratik üslubda müəllim-şagird əlaqəsi qarşılıqlı olur. Şagird suallarını rahat verir. Deməli, müəllimə doğru deyir. İndi digərinin adını qeyd etmədi. Digərinin adı deməli, müəllim üslubu deyəndə demokratik müəllim üslubu, bir də avtoritar müəllim üslublarını qeyd edə bilərsiniz. Demokratik müəllim üslubunda şagirdlərə müəllim həssaslıqla yanaşır. O demokratik müəllim üslubunda bərabər hüquqludur. Subyekt münasibətləri qurulur. Şagirdin marağı, istəyi, mənafeyi əsas götürülür. Şagirdin maraqları əsasında fikri əsas götürülür. Yəni bir tərəfli qərar vermir. Qarşılıqlı əməkdaşlıq əsasında qurulur tədris. Bərabər hüquqluq yaradılır burada. Bir də şagirdlər arasında, müəllim-şagird arasında empatiya hissi yaradılan üslubdur. Yadınızda saxlayın. Şagird burada söz azadlığına malikdir. Şagirdin istəyi, mənafeyi əsas götürülür. Şagird subyekt münasibət. Yəni bu demokratik üslubda subyekt münasibətidir. Amma avtoritarda subyekt-obyekt münasibətidir. Şagird burada obyekt olaraq görülür. Yəni burada bir tərəflidir. Burada yalnız müəllimin fikri əsas götürülür. Şagirdin fikri əsas götürülmür. Müəllimin qərarları əsas götürülür. Və şagirdə belə deyək də, şagird sadəcə belə deyim, pasiv şəkildə informasiya qəbul edən tərəf kimi, müəllim nə deyirsə, onu qəbul edən tərəf kimi görülür. Yəni şagirdlərin fikri nəzərə alınmır. Belə deyək. Bu deməli biz dərslərimizdə də demokratik müəllim üslubunda olmalıyıq. Müəllimə, bir sual da verim sizə. Görüm o məqamları deyəcəksinizmi? Deməli, müəllim-valideyn münasibətinin qurulmasında əsas müəllimin diqqət edəcəyi məqamlar, yəni bu münasibətini möhkəmləndirmək üçün lazım olan əsas məqamlar hansılardır? Müəllimin təkidli, israrlı olmasıdır da. Ay, sağ ol. Biri budur, doğrudur. İkincisi? Əsas bunu yadımda saxlamışam. Bir dənə israrlı olmağınız yadınızda qaldı. İkincisi, təşəbbüsü ələ alması. Sonra nə ola bilər? Konfidensiallığın qorunması. Bəli, müəllim, konfidensiallığın qorunması. İlk münasibəti həmişə yadınızda saxlayın, pozitiv qurması. Pozitiv olmalıdır. Bəli, ilk münasibət pozitiv qurulmalıdır. İlk ünsiyyət pozitiv qurulmalıdır və ilk ünsiyyətə addım atan, ilk təşəbbüsü ələ alan şəxs də müəllim olmalıdır valideynlə münasibətdə. Sonra müəllim valideynlə valideyni anladığımızı başa düşməliyik. Bəli, anladığını nümayiş etdirməliyik. Valideynlə münasibətdə empatiya qurmalıyıq. İsrarlı olmalıyıq, təşəbbüsü ələ almalıyıq.
konfidensiallığı qorumalıyıq. Valideyn hər halında anladığımızı nümayiş etdirməliyik, onlara göstərməliyik. Pozitiv ilk valideyn münasibəti qurmalıyıq. İlk addımı da yenə deyirəm, müəllim atmalıdır valideynlə münasibətdə. Bu məqamları yadınızda saxlayanda olur. Sevda müəllimə, siz mənə borclusunuz deməli təqdim etmə. Bir də bu günlərim yeni PDF-lər atacağam. Onları da növbəti dərsimizdə soruşacağıq. Bir təqdim etməni də hazırlayanda növbəti dərsimizə kimi 5-ci günü olacaq da 21:00-da. Onda mənə həmin təqdim etməni də edərsiniz. Çünki sizin təqdim etməyə baxmalıyam. Oldu müəllimə, eşq dinləməliyəm. Yaxşı. Oldu müəllimə, sizə də uğurlar. Çox sağ olun. Türkan adı ilə qoşulmuş. Yeganə müəllimədir, eləmi Türkan adı ilə qoşulmuş müəllimə? Siz dediniz ki, təqdim etmək istəyirsiniz. Bəli. Amma PDF-lərə baxmamısınız, elə? Baxmışam müəllimə, sadəcə bu gün birinci səfərdir deyin, eləcə dinləmək. Onda bugün birinci dəfə olaraq təqdim etməyə qulaq asaq, digər sual-cavab olunmayacaq. Baxaq müəllimə. Deməli, 2 dəqiqə ərzində təqdim etməlisiniz. Söz sizindir müəllimə. Hər vaxtınız xeyir, hörmətli komissiya üzvləri. Mən Mehdiyeva Yeganə Şükür qızı 1978-ci ildə Şəmkir şəhərinin Çınarlı qəsəbəsində anadan olmuşam. 1994-cü ildə orta məktəbi bitirərək Mirzə Rəhbər Sabir adına Pedagojik Kollecin məktəbə qədər tərbiyəçi ixtisasına qəbul olmuşam. Orta məktəb illərində musiqi təhsilim olduğu üçün fəaliyyətimi musiqi müəllimi kimi davam etdirmişəm. Və uzun illərdir ki, orta məktəbdə fasiləsiz olaraq musiqi fənni tədris edirəm. 32 illik pedaqoji fəaliyyətim ərzində yüzlərlə şagirdi yetişdirmişəm. Əsas məqsədim şagirdlərimdə Üzeyir Hacıbəyli ənənələrinə, xalq mahnılarına, milli muğam zərbətimizə sevginin formalaşdırmaq və onların vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Eyni zamanda məktəbin kütləvi tədbirlərində və bayram konsertlərinin fəal təşkilatçısı olmuşam. Öz üzərimdə çalışaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurikulum təlimi, ibtidai siniflərdə musiqi tədrisinin təşkili və DIAMS platformasından istifadə mövzusunda təlimlərdə iştirak etmişəm və sertifikatlar qazanmışam. Diaqnostik qiymətləndirmədə 37 bal, sertifikat bağışlayın müəllimə, mən ağrıyıram. Buyur müəllimə. Sertifikatlaşdırmanın test mərhələsində isə 46 bal toplamışam. İnanıram ki, müsabiqə mərhələsini də uğurla başa vuraraq sevimli peşəmi və şagirdlərimlə olan fəaliyyətimi eyni həvəslə davam etdirəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Ay, sağ olun müəllimə. Yaxşıdır təqdimat. Dəqiqəsi də 2 dəqiqənin içindədir. Sadəcə orada müsahibə yox. Müsahibə. M-ü-s-a-h-i. Bu müsahibə. Onu düzəldirsiniz. Mən elə yazmışam. Sadəcə üzrü sahibəsiz. Ağrıyam, sözüm də qəribə çıxır. Deyəndə elədim. İndi çalışın orada müsahibə sözünü yazasınız, müsahibədəsiz. Müsahibə, prosto zordan danışıram bu dəqiqə. Niyə müəllimə, narahatsınız? Sizə saat deyirəm. Allah köməyiniz olsun. Sağ olun. Deməli müəllimə, təqdimat yaxşıdır, qaydalara uyğun, qəşəng yazmısınız. Sadəcə indi səsləndirən zaman, indi biraz narahatçılığınız var, onu nəzərə almalıyıq. Hazırlayırsınız onu gözəl şəkildə. Sabahlar imtahanda biraz da həyəcan olduqda çaşmayasınız deyənə. Sərbəst onu hər iş görəndə, hər nə edəndə onu özünüzdə belə deyim də təkrar eləyin. Təkrar özünüzdə qeyd edin ki, siz sabahlarım onu sərbəst şəkildə təqdim etməlisiniz, çaşmadan qeyd edəsiniz. İndi bir dənə orada sertifikasiyanın test mərhələsi, onu da dəyişib belə yaza bilərsiniz. O sözdə də çaşdınız. Bir də müsahibə yox, müsahibə sözündə. Bəli, sertifikasiyanın test mərhələsində, bəli, onu da düzəldirsiniz. Bir də müsahibə sözünü müsahibə ilə əvəz edirsiniz. Qalan şeylər normasındadır. Yaxşıdır. Müsahibə deyim, müəllimə, sadəcə mən səhv dedim, tələsdim. Yox, indi siz səhv deyən kimi mən tuturam da. Mən də buradan deyirəm ki, yəni müəllimə bu hissələri düzəldirik. Oldu gözəl müəlliməmiz. İndi müəllimə, sadəcə indi təqdimatı elədiniz, lap gözəl. İndi gələn dərsdə sizi də sual-cavablara qatacağam. Oldu mu müəllimə? Oldu müəllimə. Çox sağ olun. Sağ olun. Keçək digər müəllim yoldaşımız Sevinç müəllim. Sevinç müəllim, siz də təqdim etmək istəyirdiniz. Bayaqlarım elə başa düşdüm.
Bəli, müəllim, yazmışdım. Aha. PDF-lərə zada sual vermirik onda bu günlərim, eləmi? Baxmışdım əslində. Sual verimmi? Yəni sual da vermək istəyirsinizsə verim sizə. Verərsiniz, baxaq. Yaxşı. Onda əvvəlcə təqdim etməyə qulaq asaq. Müəllimə, söz sizindir. Hı -hı. Mən Teymurova Sevinç Əli qızı 1984-cü ildə Füzuli rayonunda anadan olmuşam. 2001-ci ildə orta məktəbi bitirmişəm. 2002-ci ildə isə Azərbaycan Beynəlxalq Universitetinin tarix müəllimliyi ixtisasına qəbul olmuşam. 2006-cı ildə universiteti bitirib Füzuli rayonunun 39 nömrəli orta məktəbində tarix müəllimi kimi iş fəaliyyətimə başlamışam. Müəllimlik fəaliyyətim 20 ili təşkil edir. 2017-ci ildə diaqnostik imtahanda iştirak etmişəm və 39 bal yığmışam. İşlədiyim müddətdə əsas məqsədim şagirdləri cəmiyyət üçün görkəmli vətəndaş, şəxsiyyət kimi yetişdirməkdən ibarət olub. Əgər buna nail olmuşamsa, bu mənim üçün ən böyük nailiyyətdir. Peşəmi və şagirdlərimi çox sevirəm. Sertifikasiya imtahanının test mərhələsində iştirak etmişəm. İmtahan nəticəm 37 bal olub. İndi isə müsahibə mərhələsində sizin müsahibə üzvlərinin qarşısında əyləşmişəm. İnanıram ki, bu mərhələdən də uğurla başa vuracam. Və bundan sonra öz sevimli peşəmi və şagirdlərlə işimi davam etdirəcəm. Diqqətinizə görə Diqqətinizə görə çox sağ olun. təşəkkür edirəm. Müəllimə, sizdə də təqdimat hazırlamısınız, amma deyirsən hələ hazır belə deyək də, yazmısınız, amma hazırlamamışsınız demək qaydasında, eləmi? Çünki mən hiss elədim ki, sizdə həm həyəcan var, həm də biraz çaşqınlıq yaranır sizdə. Bir də biraz əvvəlcə başlayanda ı-ılı hissələr çox idi. Onları aradan qaldırırıq. Oldu. Özünüzü tam rahat hiss etməlisiniz. Heç bir narahatçılıq yoxdur. Rahat hiss edəndən sonra insan özünü daha yaxşı öz fikrini ifadə edə bilir. Və onu hazırlayırsınız. Təkrar oxuyaraq hazırlayırsınız ki, sizdə o çaşqınlıq aradan qalxsın. Bir də yenə deyirəm, ılı hissələrə baxırsınız. Ilı məqamlar. Biraz cümlələrin əvvəlində ıllardan istifadə edirsiniz. Aradan qaldıraq o məqamları. Oldu, Sevinç müəllimə? Oldu. Mən o üzünü oxudum, yəqin onunla bağlıdır. Necə? Üzünü oxudum, yəqin ona görə şifahi şəkildə deyəndə olmaz. İndi siz onu şifahi hazırlamağa çalışacaqsınız. Mən onsuz da bu birinci səfərdə təqdimat eləyən müəllimlərin son səfərlərində də bir restə biz təqdimata yol verəcəyik. Çünki təqdimatdan siz 8 bal, maksimal 8 bal əldə edəcəksiniz. Ona görə çalışaq ki, o 8 balımızı hamısını neyniyək? Əldə edək. Ona görə təqdimatı belə sistemli, ardıcıl, davamlı şəkildə neynəməliyik? Deməliyik. Bəli. Ay sağ olun. Müəllimə, gəlin 1-2 suala da müraciət edək görək. Siz yeni qoşulmuş müəlliməsiz, eləmi? Hə, müəllim, yeni qoşulmuşam. Müəllimə, gəlin sizə baxım görüm hansı suallardan hazırlamışamsa. Video izahlara da baxmısınızmı? Atdıqlarınıza baxmışam. İnteraktiv təlim nədir? Gözəl sualdır. Bax bu interaktiv təlim. İnteraktiv. Keçən il deyim sizə, keçən il ingilis dili müəllimimizə vermişdi interaktiv təlimi. Bax yadımdadır hələ də. İnteraktiv təlim nədir? Baxmamısınız müəllimə? 4 sual video izah hazırlamışdım. Gözlənti. İnteraktiv təlim, interaktiv də video izahdan deyirəm, PDF-dən demirəm. Yəqin baxmamısınız o video izahı. Yox, baxmam. Hə, burada bax suallar interaktiv təlim nədir? Ən çox sevdiyiniz şagirdin adı, bunu deyək. Ən çox sevdiyiniz şagirdin adı nədir? Baxaq görün necə cavab verəcəksiniz. Ən çox şagirdin adını deyim. Ən çox sevdiyiniz şagirdin adı. Yox, müəllimə, gördüm ki, siz o video izaha baxmamısınız. Yox, baxmamışam. Hə, bu video izaha baxmamısınız. Ən çox sevdiyiniz şagirdin adı nədir deyəndə, siz ad deməli deyilsiniz. Çünki bütün şagirdləri biz sevirik. Bütün şagirdlər bizə əzizdir. Hamısını biz sevirik. Hamısını eyni gözdə baxmalıyıq. Burada yadınızdan çıxartmayın. İndi video izaha baxanda görəcəksiniz. Orada 4 dənə sual və 4 sualın izahı var. Siz o məqamlara baxmamısınız. Yaxşı, şəhid müəllimlərdən kimləri tanıyırsınız? Elgün Quliyev,
Sonra İlham Rzayev, Aha, Vüqar Vəliyev, bəli. bir də Kənan Müzəffərli idi desəm. Aha. Müəllimə, Bu bunu qeyd elədiniz. Bəs müəllim-şagird münasibəti. Müəllim-şagird münasibəti necə olmalıdır? Siz görün, PDF-dən deyirik. İndi keçdik PDF-ə. müəllim-şagird münasibəti. Bəli. Müəllim bütün şagirdlərə eyni formada yanaşmalıdır. Yəni onları bir-birindən seçməməlidir, obyektiv olmalıdır, ədalətli olmalıdır. Dərsi qaydaları düzgün, yəni obyektiv şəkildə izah etməlidir. Yaxşı, qəşəng. Bəs müəllimə, müəllim şagirdlərlə pozitiv münasibət qurmaq üçün nə etməlidir? Müəllimin edəcəyi məqamlar nədir? Şagirddən pozitiv münasibət qurmaq üçün. Pozitiv buzqıran strategiyası var, ondan istifadə edir. Aha. Deməli, bunu dərs tədris ili başlamamışdan əvvəl şagirdlərə elə videolar atmalıdır. Sonra müəllim şagirdlər sinif otağının qarşısında durarkən, oradan keçərkən şagirdləri ilə salamlaşmalıdır. Aha, sinif otağının qarşısında qarşılayır. Aha. Onların uğurlarına dəstək olmalıdır. Ay, sağ olun. Yanında olmalıdır şagirdlərin, Ay, sağ olun. dəstəkləməlidir. Yəni belə. Şagirdlərin marağını nəzərə almalıdır tədris zamanı, dərs zamanı, bəli, şagird marağı nəzərə alınmalıdır. Dərslərini interaktiv təlim üsullarla, oyunlarla təşkil etməlidir. Belə deyək də, şagirdlər Maraqlı olsun deyə şagirdlər. bəli, şagirdlərə maraqlı olsun deyənə. Sonra şagirdlərin hər gün sinif otağının qarşısında onları qarşılamalıdır, onları salamlamalıdır. Hətta bax, yadınızda saxlayın. Tutalım 4-cü sinifdə oxuyan uşaqlar, məsəl üçün 5-ci sinifdən müəllim, əgər 5-ci sinifdə o müəllim dərs deyəcəksə, 4-cü sinifə gələrək şagirdləri o vaxtdan da ələ ala bilər. O vaxtdan da onlarla tanış ola bilər, özünü onlara tanıda bilər. Belə deyim də, bax, bu məqamlarda ola bilər. Və yaxud da yalnız dərs fəaliyyəti zamanı yox, hətta dərsdən kənar fəaliyyətlərdə də müəllim şagirdlərə dəstək ola bilər. Müəllim, belə deyək də, şagirdlərin qəlbinə bir növ yol açır, onların qəlbini ələ alır, onları, belə deyim, həm özünü onlara sevdirir, həm fənnini onlara sevdirir, müxtəlif yollarla istifadə edərək. Bu zaman yadınızda saxlayın, o müəllimin tədris etdiyi fənni də uşaqlar sevəcək, müəllimi də sevəcək. Və onun dərslərini, o müəllimin məsəl üçün dərsi gələndə uşaqlar sevinəcək. Sevinə dərsinə, belə deyək də, sinifinə daxil olacaq, dərsini əyləşəcək. Yəni, bu, belə deyim, əsas məqamlardır. Müəllim bu hissələrə fikir verməlidir, şagirdləri ələ almağı bacarmalıdır. Şagirdlərin marağın istəyini əsas götürməlidir. İnteraktiv təlim oyunlardan, rollu oyunlardan və dərslərində istifadə etməlidir. Praktik olaraq göstərməlidir. Bax, yadınızda saxlayın. Şagird praktik olaraq nəyisə görəndə həm dərsə çox maraqlı olur, həm də diqqətlə baxır, görün burada nə baş verəcək, nə edəcək müəllimindir. Və slaydlarla, video, belə elektron lövhələrlə, indi bu da şəraitdən asılıdır, məktəb şəraitindən asılıdır. Bu şəkildə dərslər təşkil olunduqda şagirdlər çox həvəsli olur. Belə deyək, bunlardan istifadə edərək şagird-müəllim münasibətini daha möhkəmləndirmək mümkündür. Buzqıran strategiya nədir? Bayaq biraz qeyd elədiniz. Müəllimə, buzqıran strategiya nədir və buzqıran strategiyanın üstünlükləri? Buzqıran strategiya bayaq qeyd etdimi, yəni tətil müddətində belə müəllim şagirdlərə pozitiv əhval-ruhiyyəli videolar atmalıdır. Aha. Sonra buzqıran strategiyanı nə üçün müəllim təşkil edir görəsən? Bilirsiniz? Şagirdləri bir-birinə tanıtmaqdan ötürü. Bəli, buzqıran strategiyanın keçirməkdə əsas məqsəd şagirdləri bir-birinə tanıtmaqdan ötürüdür. Yardım etmək, kömək etmək.
şagirdləri bir-birinə tanıdandan sonra həmin sinifdə, həmin şagirdlər arasında düzgün münasibət olur. Onların bir-birinə inam hissi artır. Onlar bir-birinə tanış olur. Onlar bir-biri ilə belə deyim, aralarında olan utancaq, çəkinən uşaqlarda bu xüsusiyyətlər aradan qalxır, aradan götürülür. Yəni bu qran strategiya müəllim şagirdlər arasında münasibətin qurulmasında, sinifin effektiv idarə olunmasında çox böyük əhəmiyyətə malikdir. Şagirdləri bir-birini tanınmasında böyük əhəmiyyətə malik bir strategiyadır. Müəlliməm, sizə bir sual da vermək istəyirəm. Sinifin effektiv idarə olunması olan müəllimdə nələr olmalıdır? Sinifi necə effektiv idarə edirsiniz? Birinci gözləntidir, sonra qaydadır və prosedurdur. Ay, sağ olun. Gözlənti ilk olaraq odur. Dərs ilinin əvvəlində tətbiq edilir. İlk olaraq müəllimin şagirdin davranışı, fəaliyyəti barəsində şagirdə ötürən mesajdır. Bu gözləntidir və ilk olaraq şagird qarşısına müəllim gözlənti qoyur. Əgər gözləntiyə belə deyək də, nəticə verməsə, keçir qaydaya. Gözləntinin sərt olması qaydadır. Ay, sağ olun. Müəllimin özünün xüsusi qaydaları olur, qayda qanunları olur və onu uşağa xəbərdarlıq eləyir. Əgər dərsi pozursa, sinifi pozursa, uşaq buna əməl eləmirsə, əgər valideyni ilə söhbət aparır və bunda nəticəsi olmursa, yəni uşağı xəbərdar edir ki, onu cəzalandıra bilər. Yəni bunları tətbiq eləyir. İndi burada cəzalandırma, durub uşağı vurmaq, döymək bu nəzərdə tutmur. Yadınızdan çıxartmayın. Məsəl üçün, bax, necə, tutalım ki, ev tapşırıqlarını işləməyən uşaq var. Bunu necə əlavə, belə deyim də, cəza kimi deyirik, amma cəzalandırma deyil də, belə deyim. Durub uşağı vurmuruq, nəsə... Məsələn, gündəliyində qeyd edə bilər. Həmin şagirdi dərsdən sonra saxlayaraq ev tapşırıqlarını işlədə bilər. Bax, bu şagird üçün verilən əlavə bir tapşırıq. Ev tapşırıqlarını dərsdən sonra saxlayaraq işlədə bilər. Və yaxud da hər hansı bir fəaliyyətdən kənarlaşdıra bilər, tədbirdən kənarlaşdıra bilər. Yəni, onun özünün aparma xüsusiyyətlərinə görə bunları nəzərdə tutur. Yadınızdan çıxartmayın. Müəlliməm. Çox sağ olun, Sevinç müəllim. İlk dərs idi. İndi sizə PDF-lər atdıqca bir də video izahları, qısa video izah atıram. Hər sual və onun cavabı. Onlara da diqqətlə dinləyin. Onlar yəni sizlər üçün hazırlanır. Gözündən yayınıb. Zərər yoxdur müəllimə. Növbəti dərsimizdə yenə həmin hissələri soruşacağam. Baxarsın. Oldu müəllimə. Çox sağ olun. Sağ olun. Keçək Aynur müəllim. Aynur müəlliməm. Müəllimə, siz təqdimat etmək istəyirdinizsə, səsi açarsınız. Bəli, müəllimə. Müəllimə, hazırdır sizdə təqdimat? Yazmışam müəllimə. Qoy bir dənə oxuyum, dinləyin. Üzərimdə əgər şey varsa da, səhvliklər varsa da düzəliş eləyim. Başda müəllimə. İndi 2 dəqiqə vaxtında söz sizindir. Buyur. Aha, qoy 2 dəqiqə müəllim açayım. Mən Qəhrəmanova Aynur Aydın qızı 1977-ci ildə Samux rayonunda anadan olmuşam. 1994-cü ildə orta məktəbi bitirib, elə həmin ildə də Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşam. 1998-ci ildə institutu bitirdikdən sonra 1999-cu ildə Samux rayon Sərkərkən Nizami Gəncəvi adına tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Müəllimlik fəaliyyətim 28 il təşkil edir. Müəllim kimi fəaliyyətə başladıqdan sonra Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurikulum təlimində, sonra yeni dərsliklərin tədrisi ilə əlaqədar olan təlimlərdə iştirak etmişəm və sertifikatlarla layiq görülmüşəm. 2017-ci ildə Gəncə şəhərində keçirilən diaqnostik imtahanında iştirak edərək uğurlu nəticə əldə etmişəm. İşlədiyim bu müddət ərzində əsas məqsədim, amalım, şagirdlərimi cəmiyyət üçün vətəndaş kimi, şəxsiyyət kimi bir tarix müəllimi olaraq vətənpərvər yetişdirmək olub. Əgər buna nail olmuşamsa, bu mənim üçün ən böyük nailiyyətimdir. Peşəmi və şagirdlərimi çox sevirəm.
Sertifikasiya imtahanından test mərhələsindən uğurlu nəticə əldə etmişəm. İndi isə müsahibə mərhələsində siz müsahibə üzvlərinin qarşısında əyləşmişəm. İnanıram ki, bu mərhələmi də uğurla başa vurub, sevimli işimi şagirdlərimlə davam edəcəm. Diqqətiniz üçün təşəkkür edirəm. Ay, sağ ol müəllimə. Aha, yaxşıdır. Siz sağ Özünüz olun. də aydın səslə qeyd elədiniz, biraz uca səslə də yaxşıdır. Bir uca deyəndə, yəni normal belə deyək. Bir hissəni deyim, siz də o qeyd etdiyiniz o təlimlərdə iştirak etmisiniz, kurikulum təlimində, bir də yeni təkliflər. Hə, kim bax müəllimlər təlimləri qeyd edəndə kim hansı təlimdə iştirak edibsə onu deyə bilər. Mən indi orada nümunə atanda o özümün iştirak etdiyi təlimlər idi. Yox müəllimə, mən özüm bu təlimlərdə iştirak etmişəm. Ay, ona görə soruşdum. Bəli, bəli. O dövrdə məqamı- birinci dərəcə almışdım, dərəcə verirdilər. Ay, sağ olun. Yəni mən bunu dəqiqləşdirməkdən ötürü soruşuram ki, yəni müəllimlər, Bəli, siz o təlimlərdə bəli, iştirak etmisinizsə qeyd edə bilərsiniz. Yaxşı eləmisiniz. Bəli, bəli, Kimin də sertifikatım da müəllimlər, var. indi müəllimə də qeyd elədi, yəni müəllimlik fəaliyyətiniz neçə ildir? Kim qeyd eləməyibsə onu da əlavə edə bilər. Yəni onda məsəl üçün iş fəaliyyətimə başladıqdan sonra müəllimlik fəaliyyətim 20 il təşkil edir, nə bilim 30 il təşkil edir, stajınızı belə deyək də, pedaqoji fəaliyyətinizi. Müəllimlik fəaliyyəti də deyə bilərsiniz, pedaqoji fəaliyyəti də deyə bilərsiniz. Neçə il təşkil etdiyini onu da qeyd edin. Hə, göstərmişəm müəllimə, qeyd elətdim. Bax müəllimlər, 28 il. bax məktəb rəhbərliyi tərəfindən verilən sizə sertifikat, təşəkkürnamə, nəsə varsa onu da əlavə edin. Varsa əlavə edin. Bəli müəllimə, sadəcə olaraq bu 2 dəqiqəni keçməsin deyənə. Ona görə belə sertifikat əldə yığdım. etmisiniz müəllimə? Necə? Məktəb rəhbərliyi sizə təşəkkürnamədən nə verir? Bəli, təşəkkürnaməm var. Yəni olimpiyadalarda şagirdlərim Müəllimə, məsəl üçün nailiyyətlər əldə. Qeyd eləyin. Baxın görüm belə deyək. Dərsdən Yaxşı, sonra formatını müəyyən içində müəyyən dəyişikliklər eləyərəm. Onlardan qeydlər salaram. onlardan bir qeyd edin. Çünki nə qədər uğurunuz varsa müəllimlər, uğurlarınızı bilin. Məsəl üçün məktəb rəhbərliyi tərəfindən bu fəaliyyətimə görə təşəkkürnamə əldə etmişəm, dəfələrlə sertifikat əldə etmişəm. Bunlar sizin uğurlarınızdır. Bunlar sizin məktəb fəaliyyətində necə işləmisiniz, necə müəllim olmusunuz, bunu göstərir. Ona görə onları qeyd edin. Və yaxud da olimpiyadalara uşaqları aparmışam, yarışlarda uşaqlar iştirak edib, qalibləri olub. Bunları qeyd etmək yaxşıdır. Yəni varsa müəllimlər, kimin təqdim etmədə, yəni kimin şəxsən yəni varsa elə nailiyyətləri, onları qeyd edin. Bəli, salaram müəllim. Müəllimlər, iş fəaliyyəti zamanını əlavə edin. Yəni sona yaxın, lap sonda yox, sondan biraz əvvəl bu məqamlarda əlavə edin. Necə müəllim olmusunuz? Onları əlavə edəndən sonra onsuz da bir restə mən belə deyim də bir növdə bir dərsdə yenə təqdim etmələrə qulaq asacağam. Oldu? Yenidən sağ olun müəllimə. Yenidən onları əlavə eləyərəm. Təqdim etmə yaxşıdır. Sadəcə o uğurlarınızı da qeyd etsəz daha gözəl. Bəli, varımdır. Təşəkkürnamələrim var. Olimpiyada şagirdlərimin nailiyyətləri var. Ay, sağ olun. Varsa biz deyək də. Bizim uğurumuz, nəyimiz varsa onları biz səsləndirək. Müəllimə, bəs dərslərə nə eləmisiniz? Video izaha, PDF-ə, nəyəsə baxmısınız? Bugün sual-cavab eləyim sizi. Müəyyən qədər eləyin, görə indi nə... Video izaha baxmısınız, orada Tərə baxmışam. Video izaha yox, bu PDF bəyəkləri ilə baxdım, tələsik, başqa yerdəydim. Yəni ki, indi müəllimə, baxacam. mütləq video izahlara baxın. Orada qəşəng izahlar var. O sual və sualın izahı. Onları öyrənmək lazımdır. Onda PDF-dən verim görüm sizə. PDF-dən. Baxdım görək yadımızda nə qalır. Hə, baxaq görək. Sinifin effektiv idarə olunması üçün müəllimə nə lazımdır? Birinci bu sualı verim. Bəli, belə deyək də, sinifin effektiv idarə olunması üçün müəllimə gözlənti lazımdır. Sonra qaydalar, bir də prosedurlar. Səhv eləmirəm. Ay, sağ ol. Səhv müəllimin, bəli. Bax, yadınızda saxlayın.
sinifin idarə olunması müəllimin bir idarəçilik qabiliyyəti olmalıdır. Bəli, Müəllimdən bəli. bəli peşəkarlıq tələb olunur, səriştəlik tələb Hı hı. olunur, sinifin effektiv idarə olunması və sinifin Hı hı. effektiv idarə olunmasına müəllimə gözlənti, prosedur, qaydalar Gözlənti, bəli, lazımdır. Bəli. qaydalarımız olur və bir də prosedurlarda müəyyən keçirdiyimiz prosedurlar olur. Bəli. Hı hı. Və onlar haqqında əgər bilmirsinizsə, yadınızdan salın. Qısa biraz məlumatlı da olun ki, gözlənti nədir, prosedur nədir, qayda nədir? Aha. Müəllimə, siz necə müəllim yanaşmada olursunuz sinifdə? Deməli, müəllim yanaşması olur, demokratik yanaşma. Üslubdur o. Bir də Yanaşma, reaktiv, hə, reaktiv, bir bir də də proaktiv. hə, bəli, bax adı yadımdan. Reaktiv, bir də proaktiv Proaktiv. olur. Bəli, deməli biz yanaşmalıyıq. Səhv eləmirəmsə proaktiv. Bəli, Düzdürmü? proaktiv müəllim yanaşmasında Hı olmalısınız. hı. Çünki Bəli. sizin hər hansı bir qayda pozuntusu olan zaman siz planlı şəkildə hərəkət edən Bəli, müəllimsiniz. Sizin qaydalarınız, Hı hı. prosedurlarınız, gözləntiləriniz əvvəlcədən hazırlıqlı şəkildədir. Siz uşaqların üzərində qışqırmadan səriştəli müəllim, idarəçilik qabiliyyətinə Hı hı. malik olan bir müəllim obrazı olaraq sinifi effektiv şəkildə nə edirsiniz? İdarə edirsiniz. edirik. Müəllimə, sizdə tarix fənnidir, eləmi? Bəli, tarixdir Tarix müəllimə. fənninin məzmun xəttlərini deyə bilərsinizmi müəllimə? Bax, bilirsiniz məzmun xəttlərini? Məzmun xəttlərinə bir elə baxa bilməmişəm sözün düzü. İndi mən atacam. Yəni məzmun onları- xətti haqqında hə. məlumat atacam. Bir də məzmun xəttləri olan şəkil var, onu da atacam. Hər bir müəllim, bax bu məzmun xəttləri növbəti dərsimizə aiddir. Mən indi müəlliməyə birini biraz tez verdim. Çünki bax yadınızdan çıxartmayın. Məzmun xətti bağışlanılmaz bir səhvdir ki, müəllim onu bilməsin. Yəni hər Bəli, bir müəllim onu fənn bilsək müəllimi, daha hər bir gözəl olar. bəli, mütləq hamı məzmun xəttlərini ardıcıl şəkildə özdə, ardıcıl şəkildə əzbərdən bilməlidir. Və məzmun xətti özü nədir, nəyə deyilir, əsas məqamları nədir? Müəllimə, bir Hamısını. dənə belə məsəl üçün 3 məzmun xətti 3 o istiqamətdə olur, eləmi? Biri Hansı 3 də əsas, ola bilər, 4 də ola bilər, 5 də. Hər fəndə fərqli olur. Ola bilər yəni. əsasdır, bir də nəsə bax belə yadımda qalmayıbdı. Yox, standart siz deyən Əbəs. 3 rəqəmlə ifadə olunan alt standartdır. Məzmun xətti 1 rəqəmlə ifadə olunur. Əsas standart 2 rəqəmlə ifadə olunur. Alt standart 3 Üçüncü də rəqəmlə. alt standartdır. Mən indi müəllimə Yadımdan çıxıb. Aha. ona aid mən kurikulum dərslərində deyirəm də, ona aid video izah çəkmişəm. Məzmun xətti, alt standart, əsas standart, təlim nəticəsi. Həmin video izah atacağam sizlərə. Dinləyərsiniz, baxarsınız. Amma PDF-lərimizdə məzmun xətti nəyə deyilir, məzmun xəttə aid əsas fikirlər hamısı var. Yəni onlar da yavaş-yavaş atılacaq. Aynur müəllimə, bir də Bəli. müəllimin belə deyək, valideynin məktəbə cəlb olmasına mane olan səbəbləri bilirsiniz hansılardır? Məndən əvvəl də müəllimələr izah Bəli. elədi, sağ olsunlar. Mane olan səbəblər bayaq müəllimələr dediyi kimi, deməli, valideyn iclasının ümumi keçirilməsi, Ay, sağ ol. Biri budur. məsəl üçün, bəli, sonra valideynin işdən vaxt eləyə bilməməsi, İş saatının çox olması doğrudur. bəli, iş saatının çox olması, sonra başqa nə səbəb Müəllimin bu işə laqeyd yanaşması. Bəli, müəllimin bu işə əsas burada təşəbbüskar müəllim olmalıdır ki, Bəli. valideyni cəlb eləməlidir. İlk addımı müəllim atmalıdır, bəli. Bəli, ilk addımı müəllim atmalıdır. Sonra belə deyək də başqa Əsas cür. səbəblər bu işdə nədir? Konfidensiallığın qorunmaması, Haşa, bax o söz yadımdan çıxmışdı. Kompetensiallığın qorunması, qorunmaması, iş saatının bəli, çox olması, çox olması, bir də iclasların ümumi keçirilməsi. keçirilməsi, bir də müəllimin bu işə laqeyd yanaşması. Ay, sağ olun. Müəllimə, yeni PDF-lər atılacaq, video izahları atılacaq. Onlara da baxarsınız. Oldu mu? İnşallah. Hə, İnşallah. oldu müəllimə. Çox Oldu, sağ sağ olun. olun. Sağ olun. Digər müəllim yoldaşımıza, Fəxriyə müəllimə, siz təqdimat etmək istəyirdiniz. Oyun dostu adı ilə qoşulmuş müəllimə, Fəxriyə müəllimə deyilmi?
Bəli, mən Siz təqdim etmək istəyirdiniz. bəli, mən yazmışam mən. Hə, buyur, səsləndirin, söz sizindir. Mən Hacıyeva Fəxriyə Eldar qızı 1988-ci ildə Füzuli rayonunda anadan olmuşam. 2005-ci ildə orta məktəbi bitirib, həmin ildə Azərbaycan Beynəlxalq İnstitutunun Tarix və İctimaiyyət fakültəsinə qəbul olmuşam. 2009-cu ildə institutu bitirib, 2010-cu ildən Füzuli rayonunda 39 nömrəli məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlamışam. Müəllimlik fəaliyyətim 16 il təşkil edir. 2017-ci ildə Bərdə rayonunda keçirilən diaqnostik imtahanda iştirak etmişəm və imtahan nəticəm 44 bal olub. İşlədiyim müddət ərzində əsas məqsədim, amalım şagirdlərimi cəmiyyət üçün vətəndaş kimi, şəxsiyyət kimi yetişdirmək olub. Əgər buna nail ola bilmişəmsə, bu mənim üçün ən böyük nailiyyətimdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin keçirdiyi bəzi təlimlərdə iştirak etmişəm və sertifikatlara layiq görülmüşəm. Peşəmi və şagirdlərimi çox sevirəm və onları tariximizi sevməyə, vətənpərvər ruhda böyütməyə çalışmışam. Sertifikasiya imtahanın test mərhələsində iştirak etmişəm və imtahan nəticəm 50 bal olub. İndi isə müsahibə mərhələsində siz müsahibə üzvlərin qarşısında əyləşmişəm. İnanıram ki, bu mərhələni də uğurla başa vurub, sevimli işimi, sevimli şagirdlərimlə davam edəcəyəm. Diqqətinizə görə çox sağ olun. Aha, müəllimə, hazırlamışsınız təqdimat. Bəzi belə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bəzi təlim və kurslarında, Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlim və kurslarında iştirak etmişəm. Sertifikatlara layiq görülmüşəm. Bunu belə yazarsınız, daha yaxşı olur. Sonra qalan məqamlar qeyd eləmisiniz, yaxşıdır, təqdimatınız hazırdır. Əzbərləmisiniz, yoxsa hələ ki kağıza yazmısınız? Necədir vəziyyət? Mən yazmışam, əzbərləyirəm. Hə, əzbərləyərsiniz, tam onu sərbəst şəkildə, çaşmadan, kağıza baxmadan, özünüz yəni sərbəst, rahat şəkildə ifadə edənəcə. Hazırlayarsınız, oldu mu? Bir dənə o bəzi kurslarda deməyək, müxtəlif təlim və kurslarında. Nəsə nailiyyətiniz varsa yaza bilərsiniz. Məktəb rəhbərliyi tərəfindən verilmiş, tarixlə bağlı, tarix gecələri, nə bilim, belə məqamlarınız varsa əlavə edə bilərsiniz. Uşaqların yarışı aparması, olimpiyadalarda iştirakı, belə bir şeyləriniz var müəllimə? Belə yarışlara gediblər, amma olimpiyada yox. Hə, zərər yoxdur. Nailiyyət olanda, yəni yaza bilərik. Bir də müəllimə, sizdə tarix fənnidir. Məzmun xəttlərini bilirsiniz tarixin. Belə tarixi məkan, zaman, şəxsiyyət, dövlət, mədəniyyət. Aha. Məzmun xəttlərinin növbəti dərsimizdə olacaq. Ona görə hamı məzmun xəttlərini bilməlidir. Digər PDF-lərə baxmısınız, yoxsa? Belə tam baxmadım. Video izləsi, onda qalsın, zərər yoxdur. Növbəti dərsimizdə hamısı gələn dərs inşallah. Bəli. Sual-cavab, hər bir məqamı sual-cavab edəcəm. Oldu müəllimə, çox sağ olun. Keçək növbəti müəllim yoldaşımıza, İlahə müəllimə. İlahə müəllimə bizim MİQ müəllimimizdir. Xeyirli uğurlu olsun müəllimə. Hələ vaxtlar açıqlanmayıb İlahə müəllimə. MİQ biraz tez olur, ona görə deyirəm. Müəllimə, sizdə vəziyyət necədir? Dünya görüşə baxırsınızmı? Müəllimə, siz atdıqlarınıza baxmışam, əlavə yox. Dünya görüşünü müəllimə oxuyuram, ancaq içindən çıxa bilmirəm. Mən sizə əlavə PDF-ləri atacağım. Bu metodika və psixologiyaya aid yazarsınız. Əlavə bunların hamısını atın. Birdən sizin imtahan vaxtınız açıqlanar, siz onlara da baxın. Metodika və psixologiyaya aid. Müəllimə, siz məzmun xəttləri keçən dərs demişəm ki, sizdən növbəti dərsdə məzmun xəttləri soruşacaq. Mən özümü təqdim edeyim öncədən. Gəl təqdim edək, qulaq asaq. Müəllimə, mən o 2 il sizə qeyd etmişdim, pedaqoji fəaliyyət göstərmişəm. Yəni, həm də ki, hal-hazırda laborant işləyirəm, onu istəmirəm demək. Yəni, olarmı onları deməyim, ehtiyac yoxdur da. Demək istəyirəm, fərq yoxdur müəllimə. Gəlin, qulaq asaq görək sizin təqdimat necədir. Sadəcə qısaca təqdimat edim. MİQ-də o qədər uzun təqdimatı olmur. Dəqiq, qısa, aydın təqdimatlardır MİQ üçün. İndi mən səsi bağlayacağım, siz təqdimat edərsiniz. Səsim exo verir sizə?
Nəsə səs qarışıq gəlir, ona görə dedim. Aha, yaxşı. Mən Abbasova İlahə Əli qızı 25 iyul 1986-cı ildə Tovuz rayonunda anadan olmuşam. İlk təhsilimi Tovuz rayon Mahir Əkbərov adına orta məktəbdə almışam. Həmin məktəbi uğurla bitirib 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə qəbul olmuşam. 2026-cı ildə universiteti müvəffəqiyyətlə bitirmişəm. 2026-cı ildə müəllimlərin işə qəbul imtahanında iştirak edib müvəffəqiyyət qazanmışam. Tovuz rayonu Kirən kənd Elman Süleymanov adına tam orta ümumi təhsil məktəbinə vakansiya üzrə uğur qazanıb müsahibə mərhələsinə çağırılmışam. Siz müsiblərin rəyi nəticəsində sevdiyim peşə fəaliyyətimə, müsbət rəyi nəticəsində sevdiyim peşə fəaliyyətimə başlayaram. Diqqətiniz üçün təşəkkür edirəm. Qısa konkret qeyd eləmişsiniz müəllimə. Bunu bu şəkildə də özünüzdən dediniz də yəqin ki. Bəli, müəllimə, özümdən dedim. Birdən əzbərləmişəm. Müəllimə birdən deyər ki, məsələn, niyə 2 il işləmisən, sonra işləməmişsən, niyə bu neçə ildir sən laborant işləyirsən, müəllimə kimi fəaliyyət göstərmirsən. Yəni artıq sual çıxartmasın da, ona görə konkret bildirdim. Yaxşı eləmişsiniz. Müəllimə, təqdim etməyiniz hazır indi qısa konkret olmalıdır. Çox uzun uzadı, miqdə o qədər deyilmir. Qısa konkret yaxşıdır. Bir şey deyim sizə. Bəs məzmun xətləri, yadımdan çıxmır, sizin məzmun xətləriniz o biri qrupda tam qeyd eləməyinizi istəyirəm. Sizdə indi əzbərləmişəm. Biologiya bizdə məzmun xətləri canlı orqanizmlərdə strukturlar, funksiyalar, proseslər, ikinci çoxalma və irsiyyət, üçüncü canlılar və ətraf mühit, dördüncü təkamül və biomuxtəliflik, beşinci insan sağlamlığı. Ay, sağ olun. İndi müəllimə, mən istəyirəm ki, siz miqə gedirsiniz. Biraz mən sizə psixoloji suallar verim, görüm necə cavab verirsiniz. Müəllimə, valideyn gəlib sizi şagirdlərin qarşısında sizlə aqressiv münasibət bəsləsə, nə edərsiniz buna? İlk öncə bunu anlayışla qarşılayaram, müəllimi və valideynin fikirlərini valideynin fikirlərini anlayışla qarşılayaram. Ona yaxınlaşıb bildirərəm ki, dərsdən sonra, yəni bu barədə söhbət edərik. Yəni uşaqların içində, yəni onunla öz dərsimi davam etdirərəm, sonra fərdi söhbət edərəm. Əgər o çox yəni aqressiv danışarsa, çox yəni məni tənqid edə bilər. Yəni tənqid edə bilər ona görə ki, mən onun tənqidlərini nəzərə alıb öz səhvlərimi düzəldə bilərəm. Ancaq yəni heç kəsin təhqir etmək hüququ yoxdur. Bu əgər məni təhqir edərsən, bu zaman müdiriyyətə bildirərəm. Yəni müdiriyyət də bu söhbətə qoşular. Yəni bu anlaşılmazlığı, yəni müəllimi, valideyni, yəni öz fikirlərimi, öz hüquqlarımı, öz vəzifələrimi xatırladaram və çalışaram ki, bu hal aradan qalxsın. Müəllimə, bəs işə gecikərsə, bu zaman direktor sizi görərsə, nə edərsiniz bəs onda? Çalışaram ki, yəni bu hal heç vaxt baş verməsin. Yəni bunun üçün işimdə daim məsuliyyətli olaram. İlk öncə çalışaram ki, yəni işə gecikmə halım olmasın və əgər belə bir hal olarsa, yəni bunun səbəbini müdiriyyətə bildirərəm. Hansı səbəbdən işə gecikdiyimi bildirərəm və bağışlayın, bir də belə halın baş verməsin. Yəni bir də təkrarlanmayacağını qeyd edin. Bəli, təkrarlanmayasını söz verərəm. Bəli, işə gecikmə səbəbini izah etmək lazımdır. Niyə işə gecikdiyini və növbəti dəfə bir daha belə halların təkrarlanmayacağını qeyd etmək lazımdır. Ən öncəsi düz deyirsiniz, işə məsuliyyətlə yanaşmalıyıq və ümumiyyətcə müəllim olaraq işə biz gecikməməliyik. Buna çalışarsınız, bəli. Yaxşı, müəllimə, ev tapşırığı işləməyən şagirdlə necə iş apararsınız? Əgər görərəm ki, şagird ev tapşırığını işləməyib və onun ilk öncə həmin şagirdə yaxınlaşıb onun səbəbini soruşaram. Yəni bəlkə onun hansısa bir problemi olmuşdur və ya nəsə xəstələnmişdir, ailəsində hansısa problem baş vermişdir və onunla bu barədə fərdi söhbət apararam. Bu prosesin, bu halın yəni aradan qaldırılmasına çalışaram və ya dərsi başa düşməyə bilər, ona istiqamət verə bilərəm, köməklik göstərə bilərəm ki, bu dərsi uşaq başa
başa düşsün və ya ola bilər ailədə hansısa bir problem olar və ya problem olmayıb özü valideyn, yəni dərsə məsuliyyətsiz yanaşıb hazırlaşmaya bilər və bu barədə ilk öncə bu halın özüm aradan qaldırılmasına çalışaram. Əgər bu hal yenə təkrarlanarsa, bu zaman valideynə müraciət edərəm. Valideynə müraciət etdiniz. Valideynə qeyd elədiniz. Uşaq növbəti dərsdə yenə görürsünüz ki, tapşırığı işləməyib gəlir. Bu zaman nə edərsiniz? Bu zaman yəni ola bilər ki, şagirddən nəsə dərsə maraq oyadaram, onun öhdəsindən gələ biləcək asan tapşırıqlar verərəm. İlk öncə şagirdi həvəsləndirərəm dərsə də. Yəni şagirddə maraq yaradaram dərsə. Bəlkə bu cür yardım etsəm şagird asan tapşırıqlar verərəm, öhdəsindən gələ biləcək tapşırıqlar verərəm. Onu da elədiniz müəllimə. Yenə görürsünüz ki, həmin uşaq işləmir. Ev tapşırığını işləmir. Görün mən deyən yerə gələcəksinizmi? Mən ona gəlirəm. Hə. Yəni necə yenə işləmir, yenə tapşırıqları hazırlan. Bəli, yenə işləmir uşaq ev tapşırığını. Həmən uşaqdan söhbət gedir. Birinci özünüz işi apardınız. Uşaq yenə təkrarən işləmədi. İkinci valideynə əlaqə saxladınız. Yenə görürsünüz ki, növbəti dərsdə tapşırıq işləməyib gəlib. Sonra həvəsləndirmə işləri də gördünüz uşaqla. Yenə görürsünüz ki, uşaq yenə də ev tapşırığını işləmir. Bəs bu uşağı, bu cür, belə deyək, problemi necə həll edərsiniz? Bir müəllim vəzifəmiz olaraq gələcəyə bir şəxsiyyət kimi, təhsilli, savadlı bir şəxs kimi yetişdirmək üçün şagirdləri əlavə olaraq tələffüzlərdə, dərsdən sonra həmin şagirdin ev tapşırıqlarının işlənməsində özüm şəxsən yaxından kömək edərəm və özümün nəzarətim altında ona ev tapşırıqlarının hazırlanmasını təşkil edərəm. Və növbəti dərsdə görəcəksiniz, ev tapşırığı hazır gəlib. Çünki siz orada köməklik edib göndərirsiniz evə. Başa düşdünüz müəllimə? Bəli, müəllim. Ay, sağ ol. Yəni bu bax belə etap ardıcıl sual verir. Bunu şəxsən mənə vermişdi. Mən ona görə müəllimlərə qaytarıb verirəm. Bax mənə də o cür vermişdi ki, ev tapşırığı işləməyən uşaqlar necə aparırsa, elə sizi kimi dedim. Bəlkə dedim ev tapşırığını başa düşməyib yenidən izah edərəm. Bəlkə bax, bəli, istiqamət verərəm. Dedi, elədiniz, izah elədiniz. Növbəti gündə yenə də ev tapşırığını işləməyib. Neyniyərsiniz? Dedim, növbəti gündə valideynə məlumat verərəm ki, övladınız ev tapşırığını işləmir. Valideynlə maraqlanaram, səbəbini araşdıraram. Dedi, valideynə də məlumat verdiniz. Yenə növbəti gündə görürsünüz ki, ev tapşırığını işləmir. Bəs onda neyniyərsiniz? Axırda dedim ki, müəllimə yox da indi sizə deyirəm. Bir müəllim vəzifəm olaraq şagirdi gələcəyə bir şəxsiyyət kimi, savadlı, bilikli bir şəxsiyyət kimi, vətəndaş kimi yetişdirmək müəllim vəzifəm olaraq şagirdin ev tapşırıqlarının hazırlanmasında şəxsən özüm iştirak edərəm. Həmin şagirdə tələffüzlərdə, dərsdən sonra, dərsdən biraz qalaraq, belə deyim, vaxt ayıraraq həmin şagirdin ev tapşırıqlarının işlənməsində özüm iştirak edərəm və ona köməklik edərəm. Və onun ev tapşırıqlarının hazırlanmasını təmin etmiş olaram. Ondan sonra daha sual vermədi. Yəni, müəllimlər, bəzən belə ardıcıl suallar verir. Bunu yadınızdan çıxartmayın. Oldu mu müəllimlər? Oldu. Deməli, müəllimlər, bugün biz bir mövzumuzu, bir dərsimizi keçdik və növbəti dərsin tapşırıqlarının hər birinin qrupa atılacaq. Hər birinizə uğurlar arzulayıram.